Bugün Azərbaycan Xalq Cəbhəsi Partiyasının növbəti qurultayı keçirir. Bugünkü tədbirimizdə 1000 nəfərdən artıq cəbhəçi və qonaqlar iştirak edir. Qurultayımız işə başlamaq üçün səlahiyyətlidir. Təklif edirəm ki, qurultayımızı Azərbaycanın dövlət himni ilə açıq elan edək. Təklif edirəm ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının qurucu sədri, Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçi bəy başda olmaqla, ötən illərdə dünyasını dəyişmiş cəbhəçi əqidədaşlarımızı, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edir. Allah rəhmət etsin. Mən qurultayın təşkilat komitəsinin sədriyəm və təşkilat komitəsinin adından sizə məlumat verirəm ki, bütün maneələrə baxmayaraq, qurultaya hazırlıq üzrə təşkilat komitəsinin rəhbərliyi ilə ölkənin 65 rayonunda konferanslar keçirilmiş, 3'ü Naxçıvan Muxtar Respublikasına daxil olan rayonlar olmaqla 7 rayonda konferansların keçirilməsinə mane olunmuşdur. Bugün tam məsuliyyətlə deyirəm ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbərliyində o qədər gənc təmsil olunur ki, iqtidar partiyası da daxil olmaqla ölkədə heç bir partiya bu sahədə xalq cəbhəsi ilə rəqabət arvara bilməz. Bugün də Azərbaycan gəncliyi Azərbaycan xalq cəbhəsində bir yerdədir. Xalq cəbhəsini seçir, heç olsun Azərbaycan gəncliyi. Əvvəla Azərbaycan Xalq Cəbhəsi Partiyası özü elə həm də ziyalıların partiyasıdır. Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbərliyində təmsil olunanlar, onun əsas fəallarının mütləq əksəriyyəti yüksək təhsilli insanlardır. Təkcə bir faktı deyim ki, bugün partiyamızın rəyasət heyətində təmsil olunanların 8 nəfəri alimlərdir. 3 nəfəri professor olmaqla 8 nəfər alim bugün rəyasət heyətində təmsil olunur Azərbaycan Xalq Cəbhəsində. Bugün artıq məsuliyyətlə deyə bilərəm ki, ölkədə köklü dəyişiklikləri istəyən, alternativ və müstəqil düşüncənin daşıyıcısı olan, rejimi şərin qarşısında söz deməkdən qorxmayan, ölkənin mütərəqqi ziyaları bugün Milli Şuranın hörmətli sədri Cəmil Həsənlinin rəhbərliyi ilə Milli Şurada cəmləşib və bizimlə bir yerdədir. Ona razısınız. Mənim sülhlərim Azərbaycan Xalq Cəbhəsinin yükünün ağırlığı altında bərkiyib. Bu əllərim partiyama zərəbə vurmaz, partiyam canımdır, gözümdür, əsas məqsədim onun güclü olması. Sədrin məruzəsini niyə qəraət bəxş edə etmirəm? İş növbədə ona görə ki, biz hakimiyyətə gələ bilməmişik. Bu əsas məsələ. Təsvirlərin güclü olması o olacaq ki, təbii ki, burada Qalib Əli bəydir. Amma orada bir qrup adam cəsarətlə mövqe ortaya qoyacaqdır və Əli bəy daha ciddi düşünməyə məcbur olacaqdır. Amma bugün o şans yoxdur. Çünki seçkimin gizli keçirilmədiyinə görə mən namzədliyini geri götürürəm. Əli bəyə 2018-ci ilə qədər uğurlar arzulayıram. Amma 2018-ci ilin prezident seçkiləri uğursuzluqla nəticələnərsə, mən 2018-dən sonra bütün milli qüvvələri vahid mərkəzdə birləşdirmək üçün Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrliyi uğrunda mübarizəyə başlayacaq. 2018-ə qədər uğurlar
qurultay nümayəndələri, mən sizə bu yüksək etimadınıza görə təşəkkür edirəm. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri olmağı böyük şərəf hesab edirəm. Sizin etimadınızı çox yüksək qiymətləndirirəm. Əlimdən gələn hər şeyi eləyəcəm ki, siz bu etimada görə peşman olmayasınız. Sahib bəyə tənqidi çıxışına görə təşəkkür edirəm. Tamamilə normal qəbul edirəm. Təəssüf edirəm ki, axıra qədər namizədliyini saxlamadı. Gərək namizəd kimi seçki yarışına da qoşulaydı. O zaman daha maraqlı olardı qurultayımız. Amma bu yerə qədər gəlib çıxdığına görə də təşəkkür edirəm. Əziz dostlar, sizin qarşınızda bir etiraf eləmək istəyirəm. Bu barədə artıq danışılıb. Bir neçə il bundan qabaq Xalq Cəbhəsi sədrliyindən getmək haqqında düşünmüşəm. Yoldaşlarıma da demişəm. Amma bugün bu represiyalar şəraitində, mənim əqidədaşlarımın o həbsxanada olduğu şəraitdə, bugün bu mübarizəni davam elətdirmək belə bir ləyaqət tələb edən bir zamanda mənim kitabımda qaçmaq qərarı yoxdur. Mən buna mübarizəsini baxıram.